hörmətli izləyicilər, mən bugün sizinlə feyxuan mürəbbəsi bişirəcəm. Feyxuan mürəbbəsi bişirmək üçün ilk öncə mən onları təmizləyib qabığını soyuram. Feyxuanı təmizləyib yudum. İndi sən dəstəkləyirəm ki, şirə onun içərisinə yaxşı girsin. Feyxuamız artıq hazırdır. İndi isə mən şirə düzəldirəm. Feyxuamız 1 kiloqramdır və mən 1 kiloqram pesoka 1 stəkan su tökərək şirə düzəldirəm. Şirəmiz hazırdır. İndi mən feyxuanı şirəyə töküb 1 saat şirədə saxlayıram ki, şirə onun içərisinə dolsun. Feyxuanı 1 saatdan artıq şirədə qoydum. İndi isə onu bişirirəm. Mürəbbamız artıq hazırdır. İndi mən onu servis edirəm. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Mən soyuq mürəbbədə hazırlamışam, onu da paylaşmışam. Soyuq mürəbbənin bir başqa ləzzəti var, belə bişirilmiş mürəbbənin də bir başqa. Hər kəsə nuş olsun.